Hər vaxtınız xeyir, əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video izah 3-cü siniflərin monitorinq hazırlığına dəstək məqsədi ilə nəşr olunan Zambaq nəşrindən olan riyazi ifadələr tənlik mövzusu ilə bağlı olacaq. Uşaqlar, biz bilirik ki, 3-cü sinifin birinci hissəsi riyazi ifadələr tənlik bölməsi ilə bağlıdır, yəni son mövzudur. Əməllər ardıcılığı, dəyişəni olan ifadələr və tənlik mövzusu ilə bağlı geniş izah, yəni mövzu izahı və testlər, çalışmaların izahları kanalda mövcuddur. Baxıb, daha sonra isə bu sınaqla, ümumi sınaqla tanış ola bilərsiniz. Gəlin, vaxt itirməyək. Başlayaq ilk sualdan. İlk sualda bizə deyir ki, ifadənin qiymətini tapın. Uşaqlar, biz də bilirik ki, bir ifadədə ya toplama və vurma varsa, ilk öncə vurma həll olunur. 6 dəfə 9, 54. 70-in üzərinə də 54-ü gəlsək, 124 eləmiş olacaq. Cavabımız B variantı. 2-də bizə deyir, verilmiş ifadədə ilk hansı əməl yerinə yetirilməlidir? Baxırıq, görürük ki, bu ifadədə mötərizə mövcuddur. Mötərizənin də daxilində çıxma da var, bölmə də var. İlk öncə biz bilirik ki, çıxma və bölmə varsa, bölmə yerinə yetiriləcək. Ona görə C variantı düzgün variantdır. 3-də deyir, tənliyi həll edin. Bölünəni tapmaq üçün qisməti bölənə vururuq. Yəni 4 dəfə 7, 28 olmuş olacaq. 4-də deyir ki, A 25 olarsa, A üstə gəl 7 ifadəsinin qiymətini tapın. Təbii ki də burada 25-in üstünə 7 gələrik. Bu da 32 eləmiş olacaq. Hansı nəticə səhvdir deyirsə, 36-nı 6-ya bölürük, eləyir 6. 6 üstə gəl 15 eləyir 21, düzdür. 2-ni 8-ə vurarıq 16. 7-nin üstünə 16 gələndə 72 eləmir. Səhv olan elə B variantı olmuş olacaq. 6-da deyir, hansı tənlikdə məchul 8-ə bərabərdir? Baxırıq. Böləni tapmaq üçün bölünəni qismətə bölürük deyə, yəni 48-ə 6-ya bölürük, cavab 8 olmuş olacaq. A variantı. Deməli, D 6 olduqda aşağıdakı ifadələrdən hansının qiyməti 21-ə bərabərdir? Yəni, D-nin yerində 6-nı qoysaq, 6 üstə gəl 18, 24. Yəni, A ola bilməz. 3 dəfə 5, 15. 15 üzərinə 6 gəlsə 21. Cavabımız olacaq D, daha doğrusu B variantı. 8-də bizə deyir, hansı məchulun qiyməti doğru tapılıb? Baxırıq. 7 dəfə 5, 35 eləməli idi, səhvdir. 48-i 8-ə böləndə 6, cavabımız elə olacaq B variantı. Burada bizə deyir ki, 56, deməli, 56 ilə 12-nin fərqini 4-ə bölünməsi hansı ifadədə göstərilib? Baxırıq. Cavabımız C variantı olmuş olacaq. Tənliyi həll edin. Tənliyi həll edin deyirsə, 24-dən 15-i çıxırıq, eləyəcək 9. 9-u da 3-ə vursaq, eləyəcək 27, yəni B variantı. Baxırıq 11-ə. 11-də E-nin hansı qiymətində 30 çıxılsın 3, vurulsun N ifadəsinin qiyməti 18-ə bərabər. Yaxşı. E-nin hansı qiymətində deyir, bir-bir yerinə qoyuruq. E-nin yerində 4 qoysaq, 4 dəfə 3 eləyər 12, 30-dan da 12 çıxsaq, eləyəcək deməli 18. Elə 18-ə bərabər deyilsə, A variantı olmuş olacaq. Baxırıq 12-yə. Məsələyə uyğun tənliyi seçin. Baxaq. Aydın oyuncaq mağazasında 27 oyun kartı alaraq kartlarının sayını 94-ə çatdırdı. Aydının əvvəl neçə kartı var idi? Bunu tapmaq üçün də uşaqlar bilmirik nə qədər kartı var idi. Üzərinə gələk 27, ümumilikdə də 94 kartı var idi. Bu da olacaq B variantında. Bu asan səviyyə idi. İndi keçək orta səviyyəyə, B variantıda. A-da deyir ki, daha doğrusu birinci tapşırıqda deyir ki, A-nın hansı qiymətində ifadənin qiyməti ən kiçik olar? Bir-bir yerinə qoyuruq, baxırıq. Deməli, 5-i qoysaq, 5 dəfə 7, 35, bu eləyir 65. Deməli, 65. Daha sonra 2-ni qoysaq əgər, 2 dəfə 7, 14, eləyər 14 deyirsə 44. Daha sonra 6-nı qoysaq, 7 dəfə 6, 42, 72. 70, o da 30, eləyir 100. Deməli, bizdən ən kiçiyi soruşursa, ən kiçiyi olacaq hansı? B variantı, yəni 44 olmuş olacaq. 2-də
bizə deyir, hansı tənlikdə məchulun qiyməti 5 təklik 3 onluğa bərabər deyil. 5 təklik 3 onluğa, yəni 35-ə bərabər deyil. Baxırıq. Elə A variantında, çünki 4 dəfə 7 28 eləmiş olacaq. A variantında bizə verilib. Çünki digərlərində baxırıq. 75-dən 40 çıxanda 35 eləmiş olacaq. 19-un üstünə 16 gələndə 35 eləmiş olacaq. 7 dəfə 5-də 35-dir. Təkcə 4 dəfə 7 28 eləmiş olacaq. A variantı. Deməli, 5 təklik 3 onluğa bərabər deyil. 3-ə baxırıq. Hansı müqayisə doğrudur? Baxırıq. 45-i 9-a bölsək 5, 5 üstə gəl 8 eləyir 13. 13 17-dən böyük deyil, kiçikdir. Yəni A səhvdir. 7 dəfə 7 49, 49 üstə 9 60 eləmir. Ona görə də B-də götürə bilmərik. 72-ni 8-ə bölsək 9, 9 üstə 8 eləyər 17. 17 də həqiqətən də 15-dən böyükdür. Ona görə də olacaq C variantı. 4-də bizə deyir B-nin hansı qiymətində ifadənin qiyməti 50-dən böyük olar. B-nin hansı qiymətində bir yerinə qoyaq. 6-nı qoysaq 7 dəfə 6 42. Deməli 50-dən böyükdür. 7 dəfə 8 56 elə olacaq B variantı. Daha sonra baxırıq 5-ci tapşırığa. Aşağıdakı ifadədə 3-cü yerinə yetiriləcək əməl hansıdır? İlk öncə təbii ki də mötərizənin daxili hesablanır. Daha sonra ikinci isə bölmə hesablanır. Daha sonra baxırıq elə bizdən üçüncü deyir. Üçüncü də təbii ki də burada olacaq çıxma. Çıxma həll olunur. Ona görə də olacaq B variantı. 6-da bizə deyir n 9 olarsa hansı ifadənin qiyməti digərlərindən fərqlənir? Baxaq. N-in yerində 9-ları qoysaq əgər 3 dəfə 9 eləyər 27. 27 üstə gəl 8 eləyəcək 35. Deməli, daha sonra baxırıq 11 üstə 33 44. 44-dən 9 çıxsaq eləyər 35. Eyni oldu. 9 dəfə 6 eləyəcək 54. 54-dən də deməli baxırıq. 54-dən də çıxırıq 29-u eləyir 25. Fərqli olan 25 oldu. 5 dəfə 9 45. Daha sonra 45-dən 15 çıxanda 30, 30 də 5, 35. Deməli, fərqli olan C variantı oldu. 7-yə baxırıq. B çıxılsın 6, bölünsün 4 bərabərdir. 6 olarsa B-nin yerinə hansı ədəd yazılmalıdır? 30-u qoysaq, 30-dan 6 çıxanda 24, 24-ü 4-ə bölsək 6 eləmiş olacaq. Elə cavabımız olacaq A variantı. 8-ə baxırıq. Tənlik haqqında hansı fikir səhvdir? Baxırıq. Tənlik bölünəni tapmalıyıq biz burada. Məchul ədəd 48 təklikdən ibarətdir. Həll eləyək, kökünü istəyir bizdən. Kökü də eləyəcək 48. Elə 48. Məchul ədəd 48 təklikdən ibarətdir. Bu düzdür. Bizdən səhv olanı istəyir. Məchul cüt ədəddir. Düzdür, 48 cüt ədəddir. Məchul ədədin rəqəmlərinin cəmi 7-yə bərabərdir. 8 üstə 4 eləyir 12. Səhv olan C variantıdır. 9-da deyir, hansı tənlikdə məchulun qiyməti 32-yə bərabərdir. 5 dəfə 8 40. Deməli, bu 40-dır, ola bilməz. 68-dən 36 çıxsaq eləyəcək 32. Yəni B variantı düzgün cavabımızdır. Onda bizə deyir, vurma, toplama və çıxma əməllərinin iştirak etdiyi əməllər sırasında ilk hansı əməl yerinə yetirilir? Təbii ki, elə vurma varsa, vurma həll olunur. Fərqi yoxdur. Vurma, toplama, daha sonra çıxma varsa, elə vurma həll olunur. Ona görə də olacaq A variantı. Tənliyi həll edin deyir. İlk öncə sağ tərəfi hesablayırıq. Yəni, bərabərləşdirək. 35-dən 5 çıxanda eləyir 30. Daha sonra da yenə də vuruğu tapmaq üçün 30-u 5-ə bölürük, eləyir. Təbii ki də 6 D variantı. Yaşarın pulu Kənanın pulundan 30 manat çoxdur. Kənanın pulu n manat olarsa, Yaşarın pulunun uyğun ifadə hansıdır? Sadəcə ifadə qurmağımızı istəyir. N manat, Kənanın pulu n manat olarsa, o birisinin də pulu, Yaşarın pulu da 30 manat çoxdursa, bu formada olmuş olacaq. Cavabımız A variantı, düzgün variantdır. Baxırıq C tapşırığına, çətin tapşırığa.
Baxırıq birinci tapşırığa. Əməllər hansı ardıcıllıqla yerinə yetirilməlidir? Təbii ki də ilk öncə bölmə, daha sonra bölmə dediyinə görə elə A ilə C getdi, elə D də getdi, qaldı B variantı. Hansı tənliyin həlli 9 vur 8 kimi həll olunur? Hə, yəni burada biz bölünəni tapmaq üçün istəyir. Bölünəni tapmaq üçün də elə A variantı düzgün variantdır. Baxırıq 3-ə. 4 vurulsun A üstəgəl 22 ifadəsinin qiymətinin 5 onluğa bərabər olması üçün, yəni 50-yə bərabər olması üçün A hansı ədədə bərabər olmalıdır? İlk öncə 3-ü qoysaq, 3 dəfə 4, 12, 12 üstəgəl 22 eləyər 32, daha doğrusu 12, mən çaşdım, eləyəcək 34, deməli 50 deyil. 8-i qoysaq, 8 dəfə 4 dəfə 8 eləyəcək 32. Bu da eləyəcək 54. Deməli 8 də deyil. 7-ni qoysaq əgər 4 dəfə 7 28. 28-in də üstünə gəlsək, bəli, eləyəcək 50. Deməli cavabımız olacaq C variantı. Daha sonra baxırıq 4-ə. Hansı tənlikdə məhsul tək ədədə bərabərdir? Baxaq, 63-ü 7-yə bölsək 9 eləmiş olacaq. Elə A variantı tək ədəddir. Baxırıq 5-ə. Boş xanaya hansı müqayisə işarəsi yazılmalıdır? Baxaq, 90-dan 27 çıxsaq biz əgər, deməli 90-dan çıxaq 27, 63 eləmiş olacaq. 63-ü yazmayım. 63-ü də 9-a bölsək, eləyəcək 7. Daha sonra 54-ü bölsək 6-ya 9 eləmiş olacaq. 78-dən də 9 çıxsaq, eləyəcək 69. 69 olduğuna görə B variantı işarəsi düzgün olar. Baxırıq 6-cı tapşırığa. 6 vurulsun N üstəgəl, daha doğrusu 6 vurulsun 9 üstəgəl N ifadəsində N neçə olarsa, ifadənin qiyməti 12 onluğa bərabər olar. Deməli, baxırıq N neçə olarsa, baxırıq elə A variantını qoyuruq. Deməli, A variantını qoysaq, 6 və 9, deməli 54, 54-ün üstünə də 66 gəlsə əgər, 11, 12, 120, elə A variantı, 12 onluq biz bilirik ki, 120 deməkdir. Elə A variantı düzgün cavabımızdır. Daha sonra baxırıq, nəticə hansı ədədə bərabərdir? Nəticəni tapmaq üçün ilk öncə, deməli, 19-un üstünə 26 gəlirik, bu eləyir 45. 45-i 5-ə bölürük, eləyir 9. 77-dən də 9-u çıxsaq, eləyəcək 68. Cavabımız 68 alındı. Aha, bizdən nə istəyir? Deyir ki, indi ifadələr verib bizə. 6 onluqdan 7 vahid böyük olan ədədə, 6 onluqdan 7 vahid böyük olan ədədə, yox, bu deyil. 78 təklikdən 1 onluq kiçik olan ədədə, yəni 68 elə B variantı olmuş olacaq. 8-də bizə deyir ki, 56 bölünsün x bərabərdir 7 tənində məchul hansı ədədə bölünmür? Baxırıq. Deməli, 8-ci tapşırıqda bizdən nə istəyirdi? Deyir ki, 56 bölünsün x bərabərdir 7 tənində məchul hansı ədədə bölünmür? Aha, məchulu tapmaq üçün 56-nı 7-yə bölsək 8 eləmiş olacaq. 8 2-yə bölünür, 4-ə bölünür, 8-in özünə bölünür, amma 6-ya bölünmür. Cavabımız olacaq D variantı. 9-da bizə deyir, hansı tənlikdə məchulu onluqlara qədər yuvarlaqlaşdırsaq 310 alınır. Baxırıq. Deməli, burada azalanı tapmaq üçün fərqin üzərinə, yəni 225-in üzərinə 93-ü gəlirik. 93-ü gəlsə eləyəcək 318. Aha, 318. 318-i yuvarlaqlaşdırsaq, onluğa qədər deyir, düzdür, onluğa qədər yuvarlaqlaşdırsaq 320 alınacaq. Deməli, A deyil. Daha sonra, digərində isə məchul toplananı tapmaq üçün 432-dən çıxırıq 127-ni. Bu da eləyəcək 305. 305-i də yuvarlaqlaşdıranda
10-luğa qədər eləyəcək 310. Cavabımız olacaq B variantı. Keçirik 10-cu tapşırığa. 10-cu tapşırıqda deyir, hansı ədədin 9 misli 8 onluqdan bir vahid böyükdür? 8 onluqdan hansı ədədin 9 misli 8 onluqdan bir vahid böyükdür? Elə 9-un, çünki 9-un 9 misli, belə deyək də, 8 onluqdan bir vahid böyükdür. Baxırıq, görürük, düz demişəm, bir dəqiqə. Yox, onun 8 onluqdan bir vahid böyükdür. Deməli, onun 9 misli 8 onluqdan bir vahid böyükdür. Olacaq D variantı, yəni 10. Daha sonra baxırıq, yox, mən çaşdım, üzrlü saniyə, elə 9 düz demişəm. 80 eləyir, 80-dən bir vahid böyük, yəni 81 eləyir, C variantı. Üzrlü sayın, qarışdırdım. 11-də bizə deyir ki, m üstəgəl m bərabərdir 14 olduqda 75 üstəgəl 6 vurulsun m ifadəsinin qiymətini tapın. M üstəgəl m deyirsə, deməli 2 dənə ədədi toplayıb 14 alıblar. 2 dənə eyni ədədi toplayıb 14 alıblarsa, deməli uşaqlar eyni ədəd, yəni 14 hansı ədədin 2 qatı 14 eləyir? Təbii ki də m 7-dir. 6 dəfə 7 eləyir 42. 42-nin də üzərinə gəlirik 75-i. Bu deyir 117, yəni A variantı. 12-də bizə deyir ki, məsələyə uyğun gələn ifadəni seçin. Vedrədə 20 litr su var. Yaxşı. 20 litr su var. Baxırıq, görürük nə istəyir bizdən. 2 litrlik qabla n dəfə su götürdülər. Vedrədə neçə litr su qaldı? İfadəni istəyir. Bu da bizə A variantında verilmişdir. Uşaqlar, A, B, C variantları ilə sizi tanış elədim. Növbəti video izahda isə ümumiləşdirici tapşırıqlar sizləri tanış edəcəm. Bugünlük bu qədər. Hələlik.